Qədər nədir? Çox insan belə düşünür ki, hər şey yazılıb, nə etsən də qədəri dəyişməz. Bu yanlış bir fikirdir. Qədər Allah hər şeyin öncədən bilməsi deməkdir. Amma bilmək məcbur etmək deyil. Baxın, ana öz övladını tanıyır. O konfeti alacaq deyər. Və uşaq konfeti aldıqda ananın bilməsi uşağın konfeti almasına məcburiyyət deyil. Uşaq öz iradəsi ilə konfeti alır. Anası sadəcə konfeti alacağını bilirdi. Qədər bu masanın üstündə olan konfetlər kimidir? Hansı konfetlər o masada olduğunu Allah bilir. Sadəcə hansı konfeti seçəcəyini sən təyin edirsən. Yəni bir çərçivə var, Qədər. O çərçivənin içində hansı rəsmi qoyacağını sən seçirsən. Cüzi iradənlə. İradə məcburiyyət deyil. İradə bir imtihandır. Və heç kim axır qiyamətdə deyə bilməyəcək ki, qədərim idi. Qədər gördüyün hər şeydir. Və Allah yazdığı qədərin hamısını bilir. Sən seçirsən. Sənin seçəcəyini də bilir. Və sonunda nə olacağını da bilir. Allahın salamı, xeyir bərəkəti olsun hər birinizə.